Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Salihlərin Baxsası kitabını davam edirik. Geçen sefer 14. bölüme başladık. İbadette olan orta yol. Müellif rahmetullah bu bölümde ikinci hadisi zikredir. Deyir ki, Enes radiyallahu anhudan gelen hadiste deyir ki, 3 nəfər Peyğəmbər sallallahu yoldaşlarının evlərinə gəldi. Peyğəmbər sallallahu əleyhi və səlləmin ibadəti barəsində soruşdular. Peyğəmbər sallallahu evlərinə gəlib qadınlarından, yəni soruşurlar. O vaxt ki onlara xəbər verilir, sanki onlar o ibadəti az görürlər. Sanki onlar o ibadəti az görürlər. Və deyirlər ki, biz Allahın Rəsulunun yanında hardayıq, onun yanından hardayıq, onun keçmiş və gələcək günahları bağışlanıbdır. Bəs biz, yəni, əməli zahirdə az kimi görürlər və özlərində deyirlər ki, Allahın Rəsulunun keçmiş və gələcək günahları bağışlanıb. Bəs biz, onlardan biri deyir ki, mən bütün gecəni namaz qılacağam. Başqası deyir ki, mən bütün ili oruç tutacağam. İftar eləməyəcəm. Üçüncü də deyir ki, mən qadınlardan uzaq duracağam, evlənməyəcəm. Allahın Resulü sallallahu aleyhi ve sellem bunların yanına gəlir və deyir ki, siz mi belə deyirsiniz? Onlara sual kimi verir. Təbii ki, cavabı da dedikləridir. Deyir ki, əmə vallahi innəl əxşakum lillahi. Deyir, Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınızam, yəni elimdən. Allahdan ən çox təqvalı olanınızam. Lakin mən oruç tuturam, iftar edirəm. Namaz qılıram, uzanıram. Qadınlarla evlənirəm. Kim mənim sünnətimdən üst çevirsə, fəleysə minni, məndən deyil. Hədis Buxar Müslimdə gəldi. Müəllif rahmetullah bu ibadətdə orta yolu bölümündə Ayşə anamızdan radiyallahu anhudan bir hədis nəql eləmişdi. Bundan qabaq keçən hədis idi ki, və bu hədisdə də Ənəs radiyallahu anhudan rivayet edir. 3 nəfər gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm evlərinə gəlirlər. Qadınlarından onun əməli barəsində soruşurlar ki, evində nə edir Peyğəmbər sallallahu əleyhi və səlləm? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin deyir əməli ya zahirdə olan idi, insanlar onun hamısı bilirdi, ya meçiddə olan idi və ya bazarda olan idi və ya da ümumi sahabələrin yanında olan idi. Bu zahirdə olan idi. Çoxu da sahabələrin yanında Mədinədə olurdu. Ya da gizlidə olurdu, bunu isə evində edərdi. Bunlar evdə olanı gəlib soruşurlar. Yəni, və yaxud da kimsə ona xidmət edir, ondan soruşurdular. Mesela Abdullah ibn Məsud məsələn, Ənəs ibn Məlik və bunlardan başqaları. Bu 3 nəfər gəlirlər Peyğəmbər sallallahu yoldaşlarının evinə və o suallarını verirlər ki, gizlidə evində olan ibadəti necədir sallallahu əleyhi və səlləm. Onlara xəbər verilir bu barədə. Sanki onlar bu əməli təqalluhə, yəni az görürlər bu əməli. Həqiqətən Peyğəmbər sallallahu əleyhi və səlləm oruç tutardı, iftar edərdi, gecə namazına durardı, uzanardı, qadınlarla evlənərdi. Yəni onlarla istəmti'u bihinnə, yəni ləzzət alardı, belə deyək, qadınlarla. Sanki bunlar bu əməli az görürlər. Yəni ennəməhum nəşat, çünki özlərində güc hiss edirlər, fəallıq hiss edirlər. Yəni deyirlər ki, bunu edə bilərik də, xeyri sevərək, yəni. Lakin bunlardakı bu fəallıq, bu nəşat leysə miqyasən, yəni miqyas deyil ki, əl-miqyası məcəbihi şər, yəni şəriətin gəldiyi miqyas deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm bunların yanında gəldi ki, siz mi belə deyirsiniz? Onlar deyir, bəli. Onlardan biri deyir ki, namaz qılacağam, yatmayacağam, uzanmayacağam. Biri deyir, oruç tutacağam, iftar eləməyəcəm. Biri deyir, qadınlarla evlənməyəcəm. Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni insan dayanmadan namaz qılsın, uzanmasın,
bütün vaxtı. Təbii ki, bu çətin olan bir şeydir. Şək yoxdur ki, nəfsə olan çətinlik və yorğunluqdur. Yəni bu öz nəfsini hara aparır? Bezginliyə aparır. Öz nəfsini bezginliyə aparır. İkincisi, məsəl üçün, itəl ilə karahətil ibadədir. Yəni nəyə gətirib çıxardırsan? İbadətə nifrət eləmək. Səndə ibadətə qarşı kərahətiyyət yaranır. Yəni insan edəməllə şeyə kəriha. İnsan bir şeydən bezəndə ona nifrət edir. Euzubillah. Və kəzzəlikəlləzi, həmçinin o deyir, mən oruç tutacam, qışda da, yayda da oruc alacam. Şək yoxdur ki, bu da özünü çətinliyə salır. Üçüncü də onun kimi qadınlarla evlənməyəcəyini deyir, qadınlardan uzaq durub evlənməyəcəyini deyir. Bu da öz nəfsini, yəni insan çətinliyə salmasıdır. Xüsusən də cavandırsa da, evlənməyi tərk edirsə də bu insan, yəni onun üçün çətin olacaqdır. Necə ki, Osman ibn Məz'un deyir ki, kənə Nəbi sallallahu aleyhi ve sellem yenhənə anit-təbəttül şədidən və ləv əzənə lənə ləxtasayna. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, bizə deyir, qadağ eləmişdi, deyir. Özümüzü deyir, şeyləməyi. Əgər icazə verilsəydi, biz özümüzü nə qarardıq? Axtalayardıq. Onu qadağ eləmişdi. Subhanallah. Mühüm odur ki, bu ibadətlər hansı ki, bu üç nəfər bunu istəmişdilər. Burada çətinlik var idi. Bu sünniyə müxalif olan bir şeydir. Lakin Peyğəmbər s.ə.v onlardan soruşur. Onlara iqrar elətdirir ki, onlar onu deyiblərmi, deyirlər, bəli demişik. Sonra and içir ki, mən sizin Allahdan ən çox qorxanınızam, ən çox təqvalı olanıyam. Oruç da tuturam, iftar da edirəm, namaz da qılıram, uzanıram da, qadınlarla evlənirəm də demədi qadınlarla. Yəni, demədi ki, kişi imkan olduqda 4 dənə almalıdır. Yəni. Kim mənim sünnətimdən üz çöndürərsə, fəlisə minni, məndən deyil. Yəni, burada yolundan, Peyğəmbər s.ə.v yolundan üz çöndürərsən, ibadəti, məsəl üçün, şiddətli olaraq götürərsə də, o məndən deyil. Yəni, ibadəti sən sevərək götürməlisən, özünə əzab, çətinlik gətirərək yox. Burada dəlil vardır ki, insana lazımdır ki, ibadətdə orta yol tutsun. Yaqtasidə fil ibadəti, yəni ki, o ibadətdə nə qulub eləsin, nə təfrid eləsin, yəni. Əksinə lazımdır ki, bütün işlərdə insan orta yolu tutsun. Liyənəhu inqasura fətəhu xeyrun kəsir. Çünki deyir, az olsa çoxlu xeyirlər itirmiş olar. Şiddətli olsa, sonra aciz olsa, yenə çoxlu xeyirlərdən qalmış olar. Bunun üçün də insana lazımdır ki, əməllərin hamısında orta yolu tutsun. Bunun üçün də hədisdə gəlmişdi ki, gecə gedən kəs deyir. Nə deyir? Daha doğrusu gecə gündüz gedən kəs davam etdi, dayanmayan. Bu deyir, nə bir deyir, yol kəsmişdi, nə də bir zahır qoymuşdu. Yəni ki, dincəlmək üçün bir bel qoymuşdu. Yəni insan gecə də gündüz də dayanmadan yol getsə, nə yolu tamamlaya biləcəkdir, nə də ki, o insanın taqatı qalacaqdır. Yəni yorulacaqdır və yolda qalıb oturub həsrətdə qalacaqdır. Ona görə də ibadətdə orta yolu tutmaq Peyğəmbər s.ə.v-in sünnəsindəndir. Sənə icazəli deyil ki, ey qul, sən öz nəfsini çətinliyə salasan. Sən öz işlərində yavaş-yavaş getkinə. Yavaş, ruvaydan. Necə ki, hədisdə keçmişdi. Bundan qabaqki hədisdə də Allaha ən sevimli əməl az olsa belə davam etdi olanıdır. Sən də üzərinə fəaleykə bir rahatdan bu yolu getkinə. Nə artır ginə, nə də azalt ginə. Nə var onun elə ginə. Çünki ən gözəl yol Muhammed s.ə.v-in yoludur. Allah Teala istəyir ki, məni və sizləri Muhammed s.ə.v-in yoluna tabi olan kəslərdən etsin. Onun yolundan sünnəsindən gedən kəslərdən etsin. Barakallahu fikum.